Bu kitabın ideyası məndə elə Oxford Universitetindəki ixtisas artırma təhsilim zamanı yarandı. Orada bizim götürdüyümüz fənlərdən biri 8 saatlıq bir təlim idi, materialların hazırlanması təlimi. Və professor orada bizə belə bir tapşırıq verdi ki, bir kitabı başlatdı biz orada, ideyamız üzrə düşündüyümüz və dedi ki, özünüzə söz verin ki, növbəti 6 ay ərzində bu kitabı tamamlayacaqsınız. Və bu kitabda məsələ nədir? Artıq bir balaca günümüzün tələblərinə uyğun bir kitabda adaptasiya olmuş. English in 100 Days, 100 gündən ingilis dili gedir. Burada artıq günbəgün təlimatdır. Elə bayaq siz soruşdunuz, self-study hazırlaşan tələbələr üçün. Burada point nədir? Məsələ nədir? Məsələn, day one, birinci gün. Birinci gün daha rahat instruksiyalar verilir tələbəyə. Sən hələlik bunu bilməlisən cümlə quruluşunda, bu sözləri bilməlisən və bu praktiki tapşırıqları eləməlisən. Və bir balaca da interaktiv bir kitabdır. Sanki tələbə ilə dərs otağında söhbət edirəmiş kimi bir atmosfer yaradır. Misal üçün, günün əvvəlində goal of the day var. Bugünün məqsədi nədir? Sən bugün nəyi öyrənəcəksən? Tələbə onu oxuyur. Günün sonunda artıq takeaways, reminder deyirik də, yəni bugün nə öyrəndin? Final təəssüratımı yazıram ki, bugün mən nələr öyrəndim. Sonra tələbəyə deyilir ki, sabah sən səhifəni çevir, filan şey öyrənəcəksən. Günbəgün praktiki təlimatlar üzrə bu cür gedən 100 günlük bir kitabdır.